Özümü aparıcı hesab etmirəm. İndi də elədi. Aktyor kimi fəaliyyət göstərirəm. İncəsənət sahəsi olduğu və aparıcılıqda da aktyorluq lazım gəldiyi üçün rahatdır. O vaxtlar İlkin Həsən əsgərliyə gedirdi, ATV maqazinə onun yerinə məni dedilər. Etiraz etdim. Həm televiziyaya yeni gəlmişdim, həm də aparıcılıq nədir bilmirdim. Gedib İlkinin atası ilə də görüşmüşdüm. Bir il apardım, heç razı değildim. Bir təsəllim o idi ki, İlkin qaydacaq. Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elşan Orucov mədəni şou proqramında deyib. O aparıcılığından danışaraq bunun ürəyincə olmadığını deyib. Elşən verilişlərin bir-birini təkrarlamağından söz açıb. Nə tamaşaçının, nə televiziyada çalışanları qınamaq olur. Bəzi mətbəx məsələsi var. Fikirləşirsən ki, kimisə çağırıb şəxsi məsələdən sual versən baxılacaq. Bunun üçün böyük məbləğ ödəyib dekor düzəltmək lazım deyil. Televiziyada verilişlər bir-birinə özlərini rəqib sayıb eyni mövzunu çalxalayırlar. Müəyyən müddətdən sonra tamaşaçıya maraqlı gəlməyəcək və boşluq yaranacaq. Televiziyamızda keyfiyyətli, amma reytinq olmayan verilişlər var. Onlar gəlib öz yerinə tutacaq.